Salam Acamizm kanalının izləyiciləri. Bugün tam fərqli bir video ilə qarşınızdayıq. Şəhər sakinlərindən soruşacağıq ki, Aygün Kazımova yoxsa Röya Ayxan? Görək sakinlər bu iki sənətçi arasında hansı seçim eləyəcək? Siz videonu bəyənin, kanala abunə olun. Biz başladıq. Ja, vi må nesten det. Skal jeg slå i bakken, eller? Jeg slår i bakken. Run. Thank you very much. Thank you. Röya Ayxan yoxsa Aygün Kazımova? Hər ikisi. Ayrı seçkilik eləmək istəmirəm. İkisi də yəni sənətimizin divalarıdır. Heç biri. Səbəb? Prosta qulaq asma. Röya. Röya. Aygün Kazımov. Röya. Röya. Məncə Röya. Məncə Röya xanım. Röya. Röya. İndi üç fərqli nəslin qarşısındayıq, onlara sual veririk. Röya yoxsa Aygün Kazımova? Röya. 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 İkisi də çox gözəl müğənnidir. İkisini də çox sevirəm mahnılarını, amma ən çox Röyanın mahnılarını sevirəm. Aygün Kazımova. Aygün Kazımova. Aygün Kazımova. Mən sizə tərəfdaşımız haqqında danışmaq istəyirəm. Alman texnologiyası ilə hazırlanan bu şampullardan istifadə edərkən siz əsl keyfiyyəti hiss edəcəksiniz. Avtomobilin qədrini bilənlərin seçimi Shine Glass-dır. Röya Ayxan yoxsa Aygün Kazımova? Məncə Röya Ayxan. Onun mahnıları daha gözəldir. Səncə? Röya Ayxan. Röya Ayxan. Bəli. YouTuber. Bəli. Uşaqlar, mənim kanalımın adı ZBS Altdan Xət Yahyadır. Kanala abunə olub like atmağı unutmayın. Sən də Acamizm kanalını izləyindi. Adı nədir? Acamizm. Ajan. Ajan. Sən dedim modelə qoyma da çətindir. Çox sağ olun. Uğurlar sizə də. Bugünkü sorğumuz da yekunlaşdı. Rəqəmlər sadəcə nisbidir. Biz çalışdıq ki, apentlərimiz gənclər olsun, gənclərin fikrini öyrənək. Siz isə videonu bəyəndinizsə, like düyməsini basın, kanala abunə olun və növbəti videolarda kimləri müqayisə eləməyimizi istəyirsə, rəydə yazın. Hələlik növbəti videoda görüşərik.